Uhud döyüşü Hicretin 3-cü ili Şevval ayının 7'sinde miladi 625 Mart ayının 23'ünde baş vermiştir. Bu Uhud döyüşünün əsas səbəblərindən biri ki, Resulullah sallallahu aleyhi ve sellem əshabı ilə bərabər Bədirdə müşrik ordusuna qalib gəlmiş və bir çox müşriklərin başçılarını orada öldürmüşdür müsəlmanlar. Bunun qisasını almaq üçün müşriklər Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin üzərinə bir ordu hazırlayarak döyüş kararı almışlar. Müşriklerin ordusunun başında Ebu Süfyan ve Peygamberimiz sallallahu aleyhi ve sellem de Müslüman ordusunun başında. Değerli zevallarımız Hz. Hamza radıyallahu anhu ve burada Allah Resulü'nün 70 sahabesi 70 tane göz nuru şehit olmuş olur. Uhud dağı, bu gördüğünüz Uhud dağı dil açaraktan "Ya Muhammed ileyye" deyir. "Ya Muhammed ileyye, mənə tərəf gəl. Mənə tərəf gəl ya Muhammed" deyir. Resulullah sallallahu aleyhi ve sellem'i özünə çağırır. "Səni mən mühafizə edəcəm" deyir. Değerli cəvvallarımız, indi bugün Uhud'da şehit olan Resulullah sallallahu aleyhi ve sellemin əmisi Hz. Hamza radıyallahu anh'ın niyetine ve həmçinin burada şehit olan diğer sahabelerin niyetine inşallah bir Fatiha, 11 İhlas-ı Şerif okuyup hediye eden inşallah. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.